20 milyon bina təhlükəli vəziyyətdədir, ekspert xəbərdarlıq eləyir. Qeyd eləyək ki, 27 dekabr tarixli Gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İran Seysmologiya Tədqiqat İnstitutunun professoru Mehdi Zari bildirib ki, ölkə əhalisinin təxminən 30% köhnə və təhlükəli olan 19-20 milyon yaşayış vahidində yaşayır. Zari qeyd edib ki, 2003-2013-cü illərdə 7 milyon bina təmir edilsə də, köhnəlmiş tikililərin yenilənmə tempi onların aşınma sürətindən geri qalır. Ekspert həmçinin vurğulayıb ki, köhnəlmiş binaların çoxluğu və torpaq çökməsi riski xüsusilə Tehran daxil olmaqla şəhərlərdə çox ciddi narahatlıq doğurur. Bir məlumatı da qeyd eləyək ki, bugün səhər 09:52-də məhz İran əyalətinin Ərzcümənd bölgəsində 3,3 bal gücündə zəlzələ baş verib və məlumata görə zəlzələ Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb və hazırda dağıntılar və insan itkisi ilə bağlı isə heç bir məlumat yoxdur və Gündəm xəbər bu məlumatı istinaya istinadən diqqətinizə çatdırdı.